bugünkü mövzumuz elə bir mövzudur ki, ümumiyyətlə depressiya mövzusu. Cəmiyyətimizdə və ümumiyyətlə günümüzdə şəkərli diabet qədər yayılmış olan bir pozuntudan söhbət gedir. Depressiya xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə həmişə buradan giriş eləyirəm mövzuya, hər bir xəstəliyə. Sırf psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Daha detallı desək, nevrotik xəstəliklər qrupuna, nevrotik pozuntular qrupuna daxil edilir. Depressiya, belə deyək ki, günümüzdə hər bir kəs belə bir ifadələr söyləyir. Depressiyadayım, əhvalım yoxdur, keyfim yoxdur. Amma əslində bugün biz sizinlə Günay xanım kliniki depressiyanı müzakirə edəcəyik. Yəni, hansı ki, bu kliniki tablo insanlarda xəstəliyə səbəb olur və ümumiyyətlə qeyd edək ki, və hansı kliniki əlamətlər görülür. Xüsusən qeyd edək ki, bu kliniki əlamətlər, indi irəliləyən dəqiqələrdə sadalayacağımız kliniki əlamətlər ən az 2 həftənin üzərində davam etməlidir. Yəni, 15 gündən artıq olmalıdır ki, biz depressiya diaqnozu qoya bilək. Depressiya ümumiyyətlə nədir? Depressiya hərfi mənada tərcümə eləsək də inkar, pressor sıxılma deməkdir. Ümumiyyətlə, belə deyək ki, depressiya ifadəsi məcazi mənada götürsək, bu insanları mən adlandırardım yaşayan ölü, canlı ölü. Nəyə görə? Çünki bu insanlarda ruh halı çökkün, bitmiş, üzgün vəziyyətdə olur. Yəni, həyat eşqi olmur. Bəli, həyat eşqi tamamilə sönmüş olur. Ümumiyyətlə, depressiya görülmə ehtimalına nəzər yetirdikdə, ta ki uşaqlardan, bunu qeyd edirəm altını cızaraq, 5 yaşından etibarən görülən bir pozuntudur. Bu tək o demək deyil ki, yaşlılarda görülür. 10-15 yaşında, artıq yeniyetməli çağında daha da şiddətlənə bilir. Hətta 60 yaşın üzərində də belə görüləcək olan pozuntudur. Bu halda biz depressiyaya invalidson depressiya, invalidson melanxoniya və yaxud da menstrual siklin tamamlanması ilə əlaqədar olaraq klimaktrik depressiya deyə adlandırırıq. Bu 60 yaşın üzərində olan insanlarda depressiya daha çətin müalicəyə tabe olur. Çünki bu zaman həmin şəxsdə psixotik əlamətlər müşahidə olunur ki, nisbətən də çətin müalicəyə cavab vermiş olur. Depressiyanın ümumiyyətlə cinsiyyət özəlliklərinə nəzər yetirsək, bizi izləyən tamaşaçılar indi yəqin ki, diqqətli izləsinlər. Qadınlarda və kişilərdə depressiyanın görülməyi müxtəlifdir. Qadınlar ümumiyyətlə stres anına və depressiyaya daha çox məruz qalırlar. Daha reaksiyaları şiddətli olur. Gəlin, indi bunları müqayisə edək. Niyə? Buyurun. Çünki qadın beyni ilə kişi beyni fərqli fəaliyyət göstərir. Qadınlar depressiyaya düşən zaman və stres altında neyniyər? Biz xanımlar neyniyərik? Ətrafımızla bölüşərik, ağlayarıq, danışmağa meyil göstərərik və bunu ümumiyyətlə və ona görə də kənardan dilə gətirərik. Deyingən bir tablonu göstərmiş ola bilərik. Kişilərdə isə əksin olur. Kişilər öz daxili sığınağına çəkilir, zehinsel sığınağına çəkilir, öz-özündə götür-qoy edir, düşünür, fikirləşir, heç kimlə bölüşmək istəmir. Və kişilər bu zaman öz duyğusal ifadəsini qəzəb coşmalarından, şiddətlə, aqresiya ilə, mübahisəyə meyilli olur, vurur, sındırır, dağıdır, təhqir edir. Yəni, evdə bir münaqişəli vəziyyət yaratmış olur. Və bu qadınla kişinin depressiv ruh halını fərqləndirmiş olur. Ümumiyyətlə, mən qeyd edərdim ki, depressiya bir beyin xəstəliyidir. Depressiya, baxmayaraq ki, biz insan olaraq biopsixososial varlığıq, amma depressiya zamanı beyində kimyasal dəyişiklik gedir. Biz buna aydınlıq gətirim. Nədən gedir söhbət? Nə deməkdir ümumiyyətlə? Depressiya zamanı beyin kimyası dəyişir. Necə dəyişir, doktor? Burada nələr dəyişir? Hansı hormonların yeri dəyişir, azalır, çoxalır? Bəli, mən burada bir skematik də göstərmişəm. İndi irəliləyən etaplarda izah eləyəcəm. Depressiya beyin xəstəliyidir. Bu zaman beyin kimyasında Günay xanım, neyrofizioloji və neyrokimyasal dəyişiklik gedir. Biz bildiyimiz kimi beynimizin ön payı, alın payı, frontal lob deyilir. Bunlar sağ və sol ön bölgədən ibarətdir. Sağ ön bölgə həzz və ləzzətə xidmət edir. Sol ön bölgə isə acıdan və kədərdən qaçınmağa xidmət edir. Depressiya zamanı, depressiya xəstəliyi zamanı və buna depressiv epizod deyirik biz, depressiv pozuntu deyirik. Bu zaman bu iki bölgə, sağ ön bölgə, sol ön bölgə bir-birinə uzlaşa bilmir, anlaşa bilmir. Tarazlıq pozulur. Sanki, bəli, tarazlıq pozulur, sanki mübahisə edirlər bir-biri ilə. Və bu zaman nə baş verir? Biz bildiyimiz kimi beynimiz hüceyrələrlə zəngindir. Bax, bu hüceyrədir. 2 dənə hüceyrə çəkmişəm burada. Skematik olaraq. Bu bir hüceyrədir, bu da digər hüceyrədir. Bu hüceyrələrə tibbi termin olaraq biz neyronlar deyirik. Hər
hər bir neyron beyində, sanki bu əlimdə necədir bu əllərim, bu üzük necədir, bu neyromediatordur. Burada da bunu belə göstərmişəm. Hər bir neyron, bu neyrondur, bu da neyrondur Günay xanım. Bunlar bir-birindən neyromediatorlarla əlaqə saxlayır. Buna və yaxud da neyrotransmitterlər deyilir. İnternetə yazsalar belə də adından çıxa bilər. Və bu neyromediatorlar bizim hər birimizin tanıdığımız serotonin deyilən biri var. Bu xoşbəxtlik hormonudur. Adrenalin, noradrenalin deyirik, enerji hormonudur. Dopamin deyirik, dopamin həzz hormonudur. Asetilxolin var. Bu yaddaş hormonudur. Alzheimer xəstəliyi zamanı danışanda bu etapda danışmışdıq. Bu belə deyək ki, ümumiyyətlə psixiatrik xəstəliklər zamanı, beyin xəstəlikləri zamanı, eyni zamanda bugün danışacağımız olan depressiya zamanı bu neyromediatorların, bax burada göstərdiyim neyromediatorların sintezində, ifrazında pozuntu yaranır. Biri az sintez olunur, digəri çox sintez olunur və nəticə etibarilə nə baş verir? Bu, həmin bu neyromediatorlar neyronları əlaqələndirən vasitəçidir axı. Bunlar düzgün sintez olunmadığı tədqirdə bu neyronlar bir-biri ilə əlaqəyə girə bilmir və nəticə etibarilə nə baş verir? Elə bilin bu neyronlar əlim həm də neyronlardır, üzüklər neyromediatorlardır. Əgər bu üzüklərdə nəsə bir pozuntu, qaşı düşsə, bunlar belə deyək, pozuntu əlaqəsi itəcək. Və nəticə etibarilə bu etapda artıq patogenetik olaraq depressiya xəstəliyi və ya da digər psixiatrik pozuntular başlamış olacaqdır. Mən bir məsələni də nəzərinizə çatdırım. Yəni bu neyronlar səviyyəsində baş verən bir prosesdir. Bəli, Günay xanım. Digər bir məsələni deyim ki, beynimizi götürsək, beynimiz sanki bir xəritədir. Əgər depressiya xəstəliyi Günay xanım sizdə də, məndə də yaranarsa, biz baş beyin elektroensefalogramma müayinəsini və ya da baş beyin MRT görüntüləməsini, mən bunları söyləmək o demək deyil, yəni mütləq ki, baş beyin MRT olunmalıdır depressiya üçün, amma mən bunu çünki beyin xəstəliyi də izahlı şəkildə vermək üçün ifadə edirəm. Hər birimizdə istənilən xəstəlikdə, istər epilepsiyada, istər konversiyon pozuntuda, istər depressiya zamanı, istənilən bir beyin xəstəliyi olub-olmasından asılı olaraq hər birimizin beynimizdə baş verən pozuntu barmaq izi kimidir. Necə barmaq izimiz fərqlidir, hər bir şəxsdə individualdır, eləcə də xəstəliklərin diaqnozuna uyğun olaraq da dəyişir. Elektroensefalogramma, yəni hər birimizin tanıdığımız EEG müayinəsi var. Orada biz əsas 4 dalğa görə bilirik. Alfa dalğalar. Bəzən olur, pasiyent yanıma gətirir, deyir, doktor, baxın görün başımda nə çıxıbdır. Onu eləmək o demək deyil ki, çünki bizə gələnə qədər pasiyentlər en qədər müxtəlif ixtisaslı həkimlərdə bütün aparatlarda müayinələr, keçirlər, gəlirlər. Bunlar heç də, yəni bizim depressiya üçün və ya da şizofreniya üçün, panik atak üçün, təşviş pozuntusu üçün, autizm üçün, nə bilim, digər pozuntularımız üçün bu müayinələri etmək vacib deyil. Bizə niyə gəlirlər? Çünki əlimizdə bu sənədlər olur, onun izahını verirəm. Alfa dalğalar orta tezlikli dalğalardır. Bunlar normal olaraq hər bir insanda müşahidə oluna bilər. Çıxır EEG-də alfa dalğa, hansı həkim buna deyib ki, səndə pozuntu var. Yox, deyirəm, normaldır da, bu pozuntu sayılmır. İkincisi, beta dalğalar deyilir. Beta dalğalar, bunlar yüksək tezlikli dalğalardır. Üçüncüsü, teta dalğalardır. Teta dalğalar, bunlar sakitlik halında, yuxu halında, yatarkən müşahidə olunur. Hipnoz zamanı belə bunu müşahidə etmək mümkündür. Dördüncüsü delta dalğa deyirik. Delta dalğalar isə bunlar adətən uşaqlarda və yaşlılarda demensiya, Alzheimer xəstəliyi zamanı müşahidə edə bilərik. Yenə də altını vurğulayıram ki, bu dalğalarda hansısa bir pozuntunun çıxmağı şəxsə individual da ola bilər. Ola bilər ki, şəxsdə epilepsiya var, bu silinmiş abortiv formadadır. EEG müayinədə bir şey aşkarlanmasın. Ocaq kimi görünsün. Ocaq kimi, bəli, görülə də bilər, görülməyə də bilər. Digər bir məsələ, əsas depressiyanın biz növlərinə toxunmaq istəyərəm. Hansı növləri var depressiyanın? Depressiyanın əsas qeyd edərdim burada hər birimizin gündəlik olaraq dediyimiz əhvalım, keyfim yoxdur, minor depressiyalar var. Yazırlar, bütün günü keyfsizik, yuxudan oyananda artıq oyanmaq istəmirik. Bəli, yüngül depressiyalar var, bunlara distemiya deyirlər. Bir ay ərzində günün daha çox hissəsində şəxs əhvalsız olur. Major depressiyalar var. Bunlar belə deyək ki, bu depressiyalar zamanı şəxsdə depressiv əlamətlər çox kəskinləşmiş, aqressivləşmiş, belə deyək, fəsadlaşmış formada, ağırlaşmış formada olur ki, bunlar artıq bu depressiya zamanı şəxsdə belə deyək ki, psixotik əlamətlər, sayıqlama ideyaları, intihar cəhdləri, intihar düşüncələri, hətta anamnezinə nəzər yetirsək şəxsdə intihar girişimləri olmuş olur. Digər bir depressiya mövsümi depressiyadır. Mövsümsəl.
Məsələn, Bunun haqqında biraz çox danışın, çünki tamaşaçılar hal-hazırda bu mövsümi depressiyalar haqqında çox suallar verirlər. Birazdan narahat olmayın. Bugün vaxtımız boldur. Rahat şəkildə doktorumuza suallarınızı ünvanlayacağam. Elə düşünməyin ki, sualları oxumuram. Sadəcə doktorumuz mövzu haqqında danışır və tam fikrini yekunlaşdırandan sonra sizin suallarla davam edəcəyik. Buyurun doktor. Bəli, mövsümsel depressiya adından məlum olduğu kimi mövsümlərdə müşahidə olunur. Hansı mövsümdə? Bu necə başlayar? Payız aylarının, bax hal-hazırda biz o dönəmdəyik. Bəli. Payız aylarının sonlarında, qış aylarının əvvəllərində başlayır. Bu düz çəkir yaz aylarının sonları, yay aylarının əvvəllərinə qədər davam etmiş olur. Marta, aprelə, maya, Bəli, iyuna. bəzi hallarda istisna xarakteri daşıyır. Bipolar affektiv pozuntuda isə əksinə olur. Bunlar mütləq diferensiyasiya edilməlidir. Mövsümi depressiya zamanı depressiyanın klinik əlamətləri tipik depressiyada olduğu kimi deyil. Klassik depressiyada kimi. Nələr var orada? Hansı əlamətlər var? Məsələn, adətən depressiyada şəxsdə, indi mənə xırdalayacağam irəliləyən dəqiqələrdə, iştahsızlıq olur, amma burada aşırı iştahlılıq olur. Şəxs dayanmadan yeyir. Özdə necə yeyir? Günay xanım, kalorili, karbohidratlı, yağlı, belə deyim, zülallı yeməklərlə qidalanmağa meyilli olur. Şəxs çox qısa müddətdə piylənmə, obez yaranır. Digər bir əlamət kimi, məsələn, depressiya, klassik depressiyada yuxusuzluq olur, şəxs yata bilmir. Amma atipik depressiyada, yəni mövsümsel depressiya zamanı şəxsdə gün ərzində aşırı dərəcədə yuxuluq olur. Deyir, doktor, gözüm açılmır, bütün gün elə piyan kimi gəzirəm. Digər bir depressiya kimi mən burada qeyd edərdim maskalanmış depressiya. Aha, bu nədir doktor? Ən çox Günay xanım, bəli, cəmiyyətimizdə yayılmış depressiya budur. Biz psixiatra müraciət edən əsl depressiv xəstələr heç vaxt gəlib demir, əhvalım, keyfim yoxdur. Nə deyir? Və mənə qədər müraciət edənə qədər endokrinoloq, kardioloq, terapevtdə müalicə olunurlar. Yəni hər cür xəstəlik axtarır özündə. Mədə bağırsaq problemlərindən, ürək problemlərindən, endokrinoloji problemlərindən müalicə olunurlar. Hansı əlamətlərlə gəlirlər? Başım ağrıyır, başımın ağrısı dayanmır, başım gicəllənir, ürəyim bulanır, qusmağım var, mədəm ağrıyır, qıcqırır, gəyirir, ishal, diareya dayanmır. İnanın Günay xanım, yanıma müayinəyə gələnə qədər müxtəlif, belə deyək, gastroenteroloji müayinələrdən keçirlər, endoskopiya, kolonoskopiya, dərdimin çarəsi tapılmır. Qınayası da deyilir, doktor. Bəli. Əlamətlər oxşardı deyə o xəstəlikləri axtarırlar, amma mən bir şeyə şahid oldum ki, bu dövrlərdə nə baş verirsə, elə bütün xəstəliklər bizim beynimizdən başlayır. Beyinlə əlaqəlidir. Bir sıra, bir çox, elə deyərdim ki, əksər xəstəliklərin patogenetik olaraq başlanmasında stres faktoru durur. Filankəsin beyninə qan sızdı, nə deyirlər? Nəyə əsəbləşmişdi? Filankəs şəkər oldu, deyir, nədən qorxmuşdu? Nə oldu? Bəli. Filankəs infarkt keçirdi, deyir, nə olmuşdu? Davadalaş olmuşdu, evdə söz-söhbət var idi. Hər bir xəstəliyin patogenetik olaraq başlanması və təkan verilməsi üçün stres faktoru önəmlidir. Ona görə də bu xırda əlamətlər sayırıq bunları. Bəzən yuxudan günlərlə belə əhvalsız, keyfsiz olmağımızı, kimsə işdə soruşur, nəsə bugün keyfsizəm, nəsə narahatam, başım ağrıyır. Bu baş ağrı məni buraxmır. Deyəsən miqren ağrısıdır. Yox, bu nə ağrı ola bilər? Ürəyim bulanır. Heç həyat eşqim yoxdur. Heç nə etmək istəmirəm. Əvvəl məni sevindirən hər hansı bir hadisələr, məsələn deyirəm, bir qələm alırdım özümə, sevinirdimsə, bir geyim alırdım özümə, sevinirdimsə, indi o da məni sevindirmir. Bəzən yediyim bir şokolad parçası məni sevindirirdisə, indi o da məni sevindirmir. Demək ki, artıq siqnaldır və birbaşa həkim, psixiatra yollanmaq lazımdır ki, vaxtında qarşısı alınsın ki, sonra dediyimiz o ağır məqamlara gəlib çıxmayaq. Günay xanım, klinik əlamətləri o qədər gözəl izah elədi sadə dildə. Çünki gündəlik olaraq eşidirik bunları insanlardan. Gəlin bura toxunaq elə klinikasına. Buyurun. Depressiyanın kliniki əlamətləri hansılardır? Birinci növbədə biz buna anhedoniya deyirik. Şəxsin zövq alması aşağı düşür. Maraq dairəsi aşağı düşür. Şəxs əvvəllər zövq aldığı işlərindən, aktivitələrindən zövq ala bilmir. Nə deyir? Doktor, yeməyin dadı tamı belə əvvəlki kimi ağzımda dadmır. Əvvəllər özümə bir geyim alıb sevinirdim, artıq onu da alanda sevinə bilmirəm. Köhnə geyimlərini geyinməyə meyillidir. Maraq dairəsi aşağı düşür. Hövsələsiz, səbirsiz olur. Digər bir tərəfdən şəxsdə evolyusiya müşahidə olunur. Biz buna deyirik. Enerji potensialı enir. Şəxs hərəkətsiz vəziyyətdə olur. Yerindən qalxıb o tərəfə keçə bilmir. Və yaxud da ki, digər bir insanlarda agitasiya müşahidə olunur. Şəxs bir yerdə qərar tuta bilmir. Pasiyentlərin dilindən deyiləcək sözü deyirəm. Doktor, tıncıxıram, bir yerdə qərar tuta bilmirəm. Otağın içində o başa bu başa gedir. Gərgindir, narahatdır, əsəbidir, qıcıqlıdır. Hər bir şey ona toxunur. Bu adamlar telefonu səssizdə istifadə edərlər.
suyun şırıltısı, Sadın Əqrəbinin səsi, kiminsə addımları, kimsə televizorun səsi. Bəli, kimsə yemək yeyərkən ağzının mırçıltısı belə onlara toxunur. Yuxu pozuntusu yaranır. Şəxs belə deyək ki, gün ərzində beynində səbəbsiz yerə öz övladının, yaxınlarının başına hər hansısa bir təhlükə olmadan pis bir hadisə gələcəyi qorxusu yaranır. Bu düşüncələr onun beynində gün ərzində cərəyan edir. Daimi olaraq düşünür bu Bəli, başını yastığa qoyanda belə onu düşünür. Nəticədə yata bilmir. Həyəcan, qorxu, tədirginlik, təşviş yaranır. Nə deyir? Doktor, başımı yastığa qoyuram, beynim yatmır, beynim daim fikirlidir. Və bu adamlar gecə ərzində narahat olduğu üçün səhərə yaxın mürgülüyür. Nəticə etibarilə səhər narahat gecə yuxu fonunda yatağından qalxmaq istəyi olmur. Halı hey olmur gün ərzində. Gün ərzində şəxslərdə diqqətini toplamaqda, diqqətini işinə konsentrasiya etməkdə çətinlik çəkir. Diqqət dağınıqlığı, diqqət defisiti formalaşır. Bu adamların akademik bacarıqları aşağı düşür. Anlaması, qavraması, yadda saxlama problemləri yaranır. Düşüncəsi zəif olur. Əgər bu tələbədirsə, perspektivaları aşağı düşmüş olur. Eyni zamanda nitqi ləngiyir. Halı hey olub danışa bilmir. Və yaxud da nitq kəkəlir. Gözü baxır, Günayxan, fikri başqa yerdədir. Danışarkən sözü ağzında yarımçıq qalır. Fikrini tamamlaya bilmir. Bu adamlarda müəyyən müddətdən sonra cinsəl zəiflik yaranır. Qadınlarda estrogenin miqdarı aşağı düşür. Prolaktin qalxır. Nə baş verir? Menstrual sikldə pozulma baş verir. Sonsuzluq yaranmağa başlayır. Süd vəzindən axıntı gəlir. Kişilərdə testosteron aşağı düşür. Erkən boşalma, tez boşalma, cinsəl disfunksiyalar, cinsəl zəiflik və həvəssizlik yaranır. Nəticədə ailədaxili artıq mübahisələr, problemlər başlayır. Şəxsin qidalanması pozulur. Bəzi insanlarda tipik depressiyada olduğu kimi şəxs qidadan imtina edir. Yeməyi dadını hiss edə bilmir. Udub çeynəyə bilmir. Yemək yeyərkən belə qarşılarına bir stakan su qoyurlar. Çünki udqunmada çətinlik yaradır. Boğazını qəhər boğulma yaranır. Nə olur? Şəxs qısa müddət ərzində aşırı dərəcədə çəki itirir. Hətta kaxeksiya, anoreksiyaya qədər vəziyyət yaranır. Yanıma pasiyent gəlir, deyir doktor, artıq 2 aydır birdən-birə 10 kilo arıqladı. Və yaxud da aşırı dərəcədə yeməyə meyilli olur. Piylənir, kökəlir, obez yaranır. Özü də karbohidratlı, şəkərli yeyir. Digər bir tərəfdən isə bu adamlarda klinik olaraq artıq belə deyək ki, somatik, psixosomatik digər problemlər yaranmağa başlayır. Hissiyyat pozulur, şəxs hiss edə bilmir. Nə yaranır Günay xanım? Bu zaman üşütmə, titrətmə, bədənində əsmə, uyuşma, keymə, qarışqa gəzmə hissiyatı yaranır. Şəxsin bütün bədən boyunca ağrılar olur. Ağrılar sanki o fibromiyalgiya ağrılarını xatırladır. Yəni əzələ ağrıları. Bəli, Günay xanım, əzələ ağrıları. Bəzən baş ağrıları, baş gicəllənmə olur. Panik atakla, komorbid birlikdə müşahidə olunanda şəxs nə deyir? Bayılacam, huşumu itirəcəm, yıxılacam və digər. Daha nələr olur? Doktorumuz bu klinik əlamətləri davam edəcək və sizin sualları da səsləndirəcəyik. Amma doktorun əlaqə nömrəsini söyləyəndən sonra 050 377 54 22 099 377 54 22 dəyərli həkim psixiatrımız Aytən Namazova ilə əlaqə nömrələridir. Həm suallarınızı yazıb göndərə bilərsiniz, həm qəbuluna yazıla bilərsiniz. Qaynar xəttimiz suallarla dolu. TikTok canlı yayımımızda suallar, Instagram səhifəmizə yazırsınız. Hamısını bir-bir səsləndirəcəm, amma qısa aradan sonra. Çox həssas mövzu ilə Sağlam Gün Ay davam edir. Yeni qoşulan tamaşaçılarımızı salamlayım və sizin üçün qeyd edim ki, depressiyadan danışırıq. Dəyərli həkim psixiatrımız Aytən Namazova ilə birlikdə bir daha salamlayıram sizi dəyərli doktorumuz. Çox gözəl, eyni zamanda sualları cavablandıraraq hal-hazırda da elə reklam fasiləsində də sualları cavabladı. Bax, indi hal-hazırda mədəsində problemi olanlar, ürəyində müəyyən dəyişikliklər olanlar, tənəffüsündə dəyişiklik olub eyni zamanda depressiyadan şübhələnən insanlar var və onlar əlamətləri soruşurlar ki, bax ürəkdə, tənəffüsdə, mədə-bağırsaq sistemində bu kliniki əlamətləri necə hiss etmək olar? Maskalanmış depressiya var ki, maskalanmış depressiya zamanı klinik olaraq fiziksel, bədənsəl, yəni şəxsdə somatik şikayətlər ön planda olur. Nə baş verir Günay xanım? Bu zaman bizə müraciət etmiş pasiyentlər əhval-ruhiyyədən deyil, yuxusuzluqdan deyil, özünə qapanmadan deyil, zövq almadan, maraq dairəsinin enməsindən deyil, nədən şikayət edirlər?
ürəyim sürətli döyünür, ürək çırpıntısı artır, arterial təzyiq artır. Bu zaman arterial təzyiqin artmasını, yəni təzyiq problemini kardioloji dərmanlar endirə bilmir, aşağı sala bilmir, narahat olur. Şəxs belə də infarkt keçirəcəyi qorxular yaranmış olur və yaxud da ki, tənəffüs sistemi ilə bağlı olaraq nə yaranır? Bu zaman şəxsdə təngi nəfəslik, belə deyək, nəfəs alıb vermə aktı sürətlənir. Doktor, səbəbsiz yerə də, yoxsa hərəkət etməyəndə, sakit oturanda belə yarana bilir? Qıcıq yaranır ki, bir stres hallarında. Dərindən nəfəs alıb verməyə başlayır Günay xanım. Pasiyent deyir, doktor, sinəmin üstündə sanki bir qaya oturubdu, daş oturubdu, nəfəs alıb verə bilmirəm. Nəfəs alanda belə ağciyərlərimə hava çatmır, elə bir. Yəni, sanki bir ağırlıq çökür. Bəli, sanki bir üstümə ağırlıq çöküb deyir. Və yaxud da ki, bu adamlarda mədə-bağırsaq sistemi ilə bağlı pozuntu yaranır. Nələr? Ağzında quruluq, boğazında belə deyək ki, hansısa maneə qalıb, udqunmada çətinlik. Bu adamlar qidalanarkən belə yanına bir stakan su qoyurlar ki, birdən boğularam, udquna bilmərəm. Boğulacaqlarından qorxurlar. Boğulacağı, bəli, qorxusu yaranır. Və bunlar panik atakla, panik pozuntu ilə belə deyək ki, kombinə olunmuş formada müşahidə olunan depressiyada görülə bilir. Mədəsində gəyirmə, qıcqırma, uzun müddətli səbəbi bilinməyən qıcıqlanmış bağırsaq sindromu desək belə, diareya və ishal, yəni qəbizlik müşahidə olunur ki, hansı ki, səbəbi tapılmır. Altda yatan səbəb kimi təbii ki, burada da depressiyanı vurğulaya bilərik. Çox vacib əlamətləri qeyd elədi doktorumuz. Bax, mən baxıram, yazılar, səhər oyana bilmirəm, günə başlamaqda çətinlik çəkirəm, gecə nə qədər tez yatsam da, səhər yenə sanki həyat eşqim olmur oyanmağa. Bəzisi deyir ki, işə gedirəm, gülürəm, yəni insanlarla münasibətdəyəm, amma içimdə bir çöküntü yaşayıram. Yəni, bu hissləri yaşayan insanlar varsa, bilin ki, bu artıq gizli depressiyadır, deyir. Çox gülənin çox dərdi olar. Yəni, bəzən ətrafımızda da belə insanlar olur ki, özləri ilə tək-bətək qalanda onların hansı halları yaşadıqlarını bir tək özləri, bir də Allah bilir. Ona görə, əgər bu halları özünüzdə müşahidə edirsinizsə, heç kəsə etiraf edə bilmirsinizsə, bir həkim psixiatra yönəlin, təbii ki, bir peşəkar həkimə yönəlin, sizə doğru diaqnoz qoyub çox qısa zamanda bu müalicə olunacaq. Günay xanım, depressiya elə bir xəstəlikdir ki, bizə müraciət edən pasiyentlərə əksərən yanlış diaqnozlar qoyulur. Hansı diaqnozlarla müalicə olunur? Panik atak, anksiyete, yəni həyəcan təşviş pozuntusuna müalicə olunur. Digər psixiatrik pozuntularla eyni zamanda müalicə olunur. İllərdir kardioloji xəstəlik deyirlər. Kardioloqlar deyir ki, sənin belə deyək ki, ürək və belə deyək qidalanması yaxşı deyil. Və yaxud da ki, belə deyək ki, nevroloji baş ağrılarla müalicə olunur. Deyir, doktor, dərdimin çarəsi tapılmır. Həkim deyəndə ki, get bir, səndə psixolojidir, sənin ciddi bir problemin yoxdur, gəlib bilirsiniz nə deyir? Doktor, mənim dərdimin çarəsi tapılmadı. Məni heç kəs başa düşə bilmir. Dərdinizin çarəsi var. Burada söhbət depressiyadan gedir. Qeyd elədiyim bu klinik əlamətlər 15 günün üzərində davam edirsə, artıq burada 2 həftədən çoxdursa, bəli, həyəcan təbili çalmaq lazımdır. Çünki depressiya elə bir xəstəlikdir ki, insanın həyat eşqi ölür. Hər şeyə marağı sönür. Adam bir canlı ölü olur. Heç nə ona zövq vermir. İşə gedir robot kimi, sanki bunu işləmək xətrinə eləyir və yaxud da hər hansı bir maddi təminatını ödəmək xətrinə eləyir. Ailəsini saxlamaq üçün eləyir. Yəni, düşünmədən belə bəzən robotlaşır insan. Nədən gedir söhbət? Siz depressiyadan xilas olduqdan sonra keçmişə bir qayıdıb nəzər yetirsək, mən hardan hara gəldim deyə düşünəcəksiniz. Pasiyentlərimin dilindən deyiləcək. O kiçik xoşbəxtlikləri artıq anlamağa başlayacaqlar. Mən burada bir şey ifadə eləyərdim. Pasiyentlərin adətən dediyi sözlər demək istəyərdim Günay xanım. Deyir, doktor, məni həyata qaytardınız, mən elə bil yenidən anadan doğuldum deyə ifadələr işlədirlər. Bundan gözəl nə ola bilər ki, insan həyat eşqi öləndə artıq heç nə gözündə olmur. Yalnız həyat eşqini qaytararaq, onu doğru müalicə edərək, bizə də izləyicilərimiz çox yazırlar. Xatırlayırsınız, bir bəy zəng vurmuşdu. Özü elə bir peşə sahibi idi ki, yəni çox belə yüksək peşədə çalışırdı və söylədi ki, mən artıq həyatdan əlimi üzmüşdüm. Ailə üzvlərim belə məni deyirdilər ki, yəni bundan insan olmaz. Yəni bu yenidən həyata qayıda bilməz. Amma Aytən xanımın sayəsində mən yenidən həyata qayıtdım. Bax, bugün mən yol gəlirdim, hazırlaşmağa gedirdim daha doğrusu. Yolda bu piyada keçidində bir xanım keçdi və o xanımın üzündəki o təbəssüm artıq mənim də üzümdə təbəssüm yarandı. Amma biz daha çox nə görürük? İnsanlar qaşdı qabaqlı, daha çox belə deyim də, sanki küskün vəziyyətdə, hirsli vəziyyətdə, aqressiv vəziyyətdə. Bax, bu cür insanlar və bu davamlı olaraq davam edirsə, artıq burada demək ki, bir problem var. Yəni, bəzən o kiçik bir gülümsəmə belə bizim üzümüzdə gülümsəməni yaratmalıdır. Bu belə olmalıdır, bu bir insanlıq halıdır. Günay xanım, depressiya zamanı şəxsin çox
gözəl bir yerə üz cizgisi dəyişir. Üzü vahiməli bir baxış alır. Bəli. Donuq bir baxış alır. Alnında köndələn qırışlar yaranır. əmələ gəlir. Göz Qaşlar çökür bəbəkləri aşağı. bəli, bərəlir. Göz alması genişlənir. Bu zaman burun pərləri sanki dik qalxmış olur. Ağız bucağı enir. Rəngi avazıyır, üzü qızarır. Elə bil ki, belə bir el arasında bir söz var. Doktor, kimsə nəsə xoş söz desə də mənə zəhrimar kimidir. Yəni heç nə mənə zövq vermir. Bax, depressiya belə deyək, əsrimizin bəlasıdır. Doktor 1093 yazır, suallarla davam edək. Deyir, mənim çox başım ağrıyır. Çox tez-tez həyəcanlı oluram. Axşam olanda isə qəribə darıxma hissi olur içimdə. Bu nədən olur? Xahiş edirəm, cavablandırasınız. Yaşı neçədir? Yazıb. Yaşını qeyd eləməyib. Salamlayırıq izləyicini Günay xanım. Aha, yazarsınız, zəhmət olmasa. Burada nədən gedir söhbət? Bu hallar, qeyd etdiyim bu hallar 2 həftə deyirik. Ən azı görürsünüz ki, sizin funksionallığınızı pozursa, həyat keyfiyyətinizi aşağı salırsa, artıq iş qabiliyyətini, əmək qabiliyyətini pozursa və bundan başqa, həmçinin qidalanmanızda pozuntu yaranıb, iştahınız yoxdur, cinsəl disfunksiyanız yaranıbdır, artıq evdə də münaqişə, mübahisəyə meyilli olursunuz. Kimsə bir xoş söz deyəndə də belə onu belə deyək, pis bir reaksiya ilə qarşılayırsınızsa, artıq burada özünüzə əziyyət vermədən mütləq belə deyək ki, tədbir görmək lazımdır, müalicəyə başlamaq lazımdır. Başlamazsa nə baş verər? Depressiya müalicə olunmasa hansı ağırlaşmalarla üzə qala bilər? Depressiya əgər Günay xanım müalicə olunmazsa ağırlaşar, kəskinləşər, digər xəstəliklərə yol açar. Bu zaman nə baş verər? Depressiya müalicə olunmazsa şəxslərdə intihara qədər gedən düşüncələr yaranar, intihar girişimi yaranar. Bəzən anamnezində şəxslər müraciət edir ki, doktor, belə bir fikirlər beynimdən keçirdi. Ölüb qutarsaydım canım dincələrdi. Onsuz da bir gün hamımız öləcəyik. Yaşayıb nə edəcəm ki? Bu düşüncələr yaranır və indi biz bu mövzunu danışmaq düşünürəm ki, mən bu mövzulardan haçan danışanda efirdə yəni icazəmiz yoxdur da bu barədə çox geniş məlumat verməyə. Günümüzdə çox yayılıb əslində. Və burada bir xüsusən valideynlərə bir həyəcan təbili çalmaq istəyərdim. Mütləq şəkildə övladınıza diqqət yetirin, xüsusən yeniyetməlik çağında, 13-16 yaşlarda, xüsusən qız uşaqlarında çox aktualdır bu pozuntu, yəni adını qeyd etdiyim pozuntudan söhbət gedir. Heç bir şeyi diqqətsizlikdən kənara verməyin. Uşaq əgər deyirsə, bunu eləyərəm, filan şey belə eləyərəm, orada da yenə bir diqqətli olun. Çünki deyirsə, artıq orada da bir şübhələnmək lazımdır. Niyə desin axı uşaq bunu? Çünki günümüzdə çox gördüyümüz bir hallarda, çox təəssüf olsun ki, Günay xanım. Valideynlər çox diqqətli olmalıdırlar. Və doktor, bu antidepressantlarla bağlı yazırlar. Çox təəssüf eləyirəm. Bəli, bu müalicə barəsində bəzən qeyri-peşəkarlara və yaxud da qeyri-ixtisas həkimlərinə müraciət edən insanlar olur və düzgün olmayan antidepressantlar, düzgün olmayan dozalarda, düzgün olmayan vaxt ərzində onlara verilir və insanlarda bir qorxu yaranıb bu antidepressantlara qarşı. Bax, hal-hazırda bir izləyicimiz də yazdı ki, mən uzun illər antidepressantlar qəbul etmişəm. Hal-hazırda onları qəbul etməyə qorxuram. Mən doktordan məsləhət almaq istəyirəm. Yəni, onun qəbuluna yazıla bilərəmmi? Bəli, əlbəttə yazıla bilərsiniz. 050-377 54-22, 099-377 54-22. Problemini yazmayıb nədir? Amma düşünürəm ki, elə mövzumuzla bağlı olan bir problemdir. Mən istəyirəm, bax, bu barədə məlumat verək. Çünki, bax, bu suallar varsa, demək ki, belə insanlar da çoxdur. Depressiyanın müalicəsi 2 üsuldan istifadə olunur. Psixoterapiya, kognitiv davranış terapiyasından istifadə olunur. Burada yüngül depressiyalar nəzərdə tutulur. Çünki depressiya ağırlaşanda şəxs heç danışa bilmir, ağzını aça bilmir. Bu stakanı götürüb buradan orayana qoya bilmir, hərəkət edə bilmir. Burada hansı psixoterapiyadan söhbət gedir? Bəli. İkinci üsulda isə farmakoterapiya, yəni dərman müalicəsidir. Qeyd edərdim ki, depressiya tam sağalan bir xəstəlikdir. İlk növbədə buradan giriş eləyim. Bunu bir belə diaqramda göstərirəm. Bizə müraciət edən pasiyentlər, Günay xanım, adətən biz psixiatra qarşı stigmatizasiya var. Dəli həkimidir, gedəcəm məni, verəcək dərmanları keyləşdirəcək, küt eləyəcək, halım heyim olub tərpənəməyəcəm. Çox yanlış bir... Və yaxud da kimsə biləcək ki, mən həkim psixiatrın yanına getmişəm. Və çox yanlış bir məqamlara toxunurlar. Biz psixiatra müraciət edənə qədər qonşunun, qohumun içdiyi, qəbul etdiyi dərmanları və yaxud da mollaya, falçaya gedirlər, çıldağa gedirlər. Çünki psixoz yaranır, baxı, depressiyada psixoz da görünür. Elə adamlar depressiyada da dodaq altı danışır. Psixotik depressiyadır. Və yaxud da ki, gedir bitkisel dərmanlardan, deyir, doktor, ot dərmanları içdim. Axı, qeyd etdiyim kimi, depressiya
beyin xəstəliyidir. Beyində kimyasal dəyişiklik gedir. Sizin içdiyiniz ot dərmanlarının beyin kimyasına heç bir təsiri yoxdur. Müvəqqəti sizi sakitləşdirəcək, dərman bitən kimi yerində xəstəlik əlaməti başlayacaq və yanıma pasiyent gəlir, Günahım, en qədər resept bu başından o başına dərmanla dolu vəziyyətdə olur. Depressiyanı bir və ya da uzaq başlı 2 dərmanla tam şəkildə korreksiya edib sağalda bilirik. Yəni qalaq-qalaq dərmanlara ehtiyac yoxdur, bunu da Pasientlərim biləsiniz. izləyir, bunlar təsdiqləyə bilərlər ki, neçə dərman içirsiniz, qoşulsunlar efirə desinlər. Yəni bu diaqramda göstərərdim. Deməli, diaqramın bu qolunda, Günayxan, depressiyanın klinik əlamətləri getdikcə şiddətlənir. Şəxs ağır vəziyyətdədir klinik əlamətləri. Ruh düşkünlüyü var, maraq dairəsi enib, yuxusu pozulub, əhval-ruhiyyəsi yoxdur, cinsəl disfunksiyalar yaranır. Heç kəslə danışmaq istəmir. Heç nə danışmaq istəmir, hərəkətsizdir və ya da aşırı dərəcədə hərəkətlidir, qıcıqlı və əsəbidir. Antidepressantlara başlayırıq. Antidepressantlar depressiyanın növünə uyğun olaraq, xarakterinə uyğun olaraq, antidepressantın yeni nəsil və köhnə nəsil olmasından asılı olaraq şəxsə individual, terapevtik dozada gün, həftə və ay ərzində getdikcə artırılan dozada antidepressant başlayırıq. Və antidepress bu 1-3 ay əhatə edir. Diaqramın bu qolu. 1-3 ay əhatə edir. Və artıq 3 ayında pasiyent bizə müraciət etdikdə, Günayxan, xeyli yaxşılaşma ifadə edir. Deyir, doktor, yuxum yaxşıdır. Artıq əvvəlki kimi heç nəyə əsəbləşmirəm. Deyir, dünyanı vecimə almıram, çox xoşbəxtəm. Zövq almam artıq, maraq dairəm artıb. İşimi belə həvəslə görürəm. Artıq hamı deyir, sənə nə olubdu? Nə yaxşı görsən? Yəni iş məhsuldarlığı, bəli, keyfiyyəti də artır. Keyfiyyətim artıb. Bu etapda dərmanı kəsmək olarmı? Xeyr. Kəsəriksə, biz buna tibbi termin olaraq rebound, yəni kəsilmə sindromu deyirik. Xəstəlik əlamətləri yenidən şiddətli qayıda bilər. Nə edirik? Müalicəni 3-6 ayında davam edirik. Terapevtik dozanı, bəli, tam vəziyyətdən çıxartmaq üçün. Yəni geri qayıtmasın, təkrarlanmasın. Residivləşməsin, təkrarlanmasın, yenidən pasiyent üstümüzə gəlməsin ki, doktor, bu nə oldu, yenidən qayıtdıq. Çox təəssüf ki, bir çox xəstəliklərdə elə təkcə sizə müraciət edənlər yox, doktor. Digər həkimlərimiz də bundan şikayət edirlər ki, aradan qalxır bu əlamətlər, artıq düzəlirsiniz və dərmanı o dəqiqə kəsirsiniz. Bilin ki, belə olmaz. Həkimlə məsləhətləşmədən bunu etmək olmaz. Kimə görə kəsirlər? Qonşu qohum deyir ki, İçdin daha bəsli, yaxşısan, götür dərmanı kəs. Və yaxud da deyir, neyin səni həkimə gedib, özün-özünün həkimi ol. Və yaxud da ki, havanı dəyiş düzələcək, evlən düzələcək, nə eksikdir ki, pulun var, evlənmişsən, uşağın var, yoldaşın var, işin var, hər şey boş ver, hər şey yaxşı olacaq. Bax, bu təlqinlər və məsləhətlər, dırnaq arası məsləhətlər insanlarda depressiv fonu daha da artırır. Nə deyir? Mənim dərdimin çarəsi tapılmadı, məni heç kəs başa düşmədi. Məni heç kəs dinləmək istəmir, məni anlamır. Amma indi bugün məsləhətlər də olacaq. O hansı hallarda ki, məsləhətlərlə o insanlara yardım etmək olar. Odur ki, belə halları yaşayan, bayaqdan haqqında danışdığımız o əlamətləri sadaladığımız o halları yaşayan insanlar varsa, diqqətlə dinləyin. Ətrafınızda da belə insanlar varsa, onları da ekran qarşısına dəvət eləyin. Aytan xanım bir neçə dəqiqədən sonra o məsləhətləri də verəcək. Buyurun. 3-6 ayında, artıq 6 ay yetişəndə, əgər bizə müraciət edən pasiyent ilkin depressiyadadırsa, ilk depressiv epizoddursa, Günayxan, bəzən deyirlər, doktor, neçə müddət müalicə olunacaq? Siz müayinəmə gələndə 1 ayında artıq xeyli yaxşılaşmış olursunuz. 3 ayında bir sıra simptomlar artıq demək olar ki, belə deyim ki, 80% yaxşılaşma görülür. Amma 6 ayında tam düzəlirsiniz. 6 aydan sonra dərmanın dozasını əgər ilkin periodda bizə müraciət eləyirsinizsə, asta-asta azaldılaraq, yəni 8 ayına doğru artıq kəsilir. Lakin bizə müraciət etmiş xəstələr xronikləşmiş formada olduğu üçün ən qədər nevroloqda, digər ixtisaslı həkimlərdə müraciət edib müxtəlif antidepressantlar da üstəgəl qəbul müraciət etdiyi üçün Günayxan, biz məcbur olaraq bəzən müalicə müddətini 2 il, 4 il, bəzən 6 il, bunu mən deyib gözlərini qorxutmaq istəmirəm şəxslərin, amma bu individualdır, bəli, individualdır. Və daha sonra azaldıraraq dərman kəsilir. Lakin depressiya zamanı tək antidepressantlardan istifadə olunmur. Əgər şəxsdə yeni başlayan etapda həyəcan təşvişi varsa, bu zaman həyəcan təşviş əleyhinə dərman preparatlarından biz buna anksiolitiklər, trankvilizatorlar və yaxud da buna biz belə deyək ki, benzodiazepin qrupu dərman preparatları deyilir. Bunlar adətən 2 ay müddətində verilir. Bəzən amma bizim həkimlərin məsləhətindən artıq müddətə də təyin oluna bilər. Çünki uzun müddətə təyin olunsa, həkim nəzarəti olmadan asıllıq yarada bilər. Bax, bu dərmanlar asıllıq məhz trankvilizatora aiddir. Amma antidepressantlar asıllıq yaratmır. Hansı halda asıllıq
yarada bilər. Uzun müddətli, qeyri-ixtisaslı həkimlər tərəfindən kiçik dozada, yetərsiz dozada depressiyaya individual olmayan dərman preparatının seçilməsi şəxsdə asıllıq yarada bilər. Digər bir dərman seçim preparatı kimi antipsixotiklərdən, neyroleptiklərdən istifadə edə bilərik. Hansı halda? Əgər şəxsin qulağına səs gəlirsə, deyir doktor, oturub dodaqaltı mızıldanır, elə bil kimlənsə danışır, əl-qol hərəkətləri eləyir, üzünə baxanda danışmır və yaxud da fikirlidir, elə hara çağırırsan cavab vermir, fikir başqa yerdədir. Sözü danışdığı yerdə ağzında yarımçıq qalır. Bu halda artıq psixotik əlamətlər başlayır. Bu halda təkcə antidepressantlarla deyil, yəni qeyd etdiyim kimi antipsixotiklər təyin olunur. Və yaxud da intihar girişimləri varsa, intihar cəhdləri varsa antipsixotiklər təyin edilir. Digər bir seçim preparatları kimi əhval-ruhiyyə stabilizatorları deyirik, onlar təyin oluna bilər. Şəxsin gün ərzində əhval-ruhiyyəsi dalğalanırsa, günün bir saatında əhval-ruhiyyəsi biraz normal, digərində lap çökkün halda olursa, artıq əhval-ruhiyyə stabilizatorları verilir. Hər şeydən tez yoruluram, heç nə etmək istəmirəm deyən izləyicimiz var. Sonra biri deyir ki, əhvalım tez-tez dəyişir, bəzən çox enerjiliyəm, bəzən yerimdən heç qalxa bilmirəm. Bax, sizin haqqınızda danışır Aytan xanım. Sonra digəri deyir ki, hərdən çox yuxu yatıram, heç ayıla bilmirəm. Hərdən isə ümumiyyətlə gecəni yata bilmirəm. İndividualdır Günah xanım. Bəli, hərəsində bir cür göstərir. Mən bir şey qeyd eləyərdim. Bu bir həm təcrübə olaraq da klassik depressiyada, tipik depressiyadadır. Depressiyada pasiyentlər nə deyir? Doktor, saat 4-ə 5-ə kimi, günortaya kimi halsız key vəziyyətdə oluram. Elə bir saat 5-dən 6-dan sonra mənə yaxşı bir enerji gəlir. Saat 8 olanda artıq durub iş görmək istəyirəm. Axşam çağı bunlara enerji gəlir. Çökkün olurlar gün ərzində, halsız, heysiz olurlar. Depressiya zamanı, depressiya onu qeyd edim ki, tam sağalan, müalicə olunan bir xəstəlikdir. Ehtiyatlanmayın. Ürəkli olun, siz sağalacaqsınız. Amma erkən müayinə də çox önəmlidir. Erkən müayinə, müalicə önəmlidir. Gecikdirməyin, psixiatrdan qorxmayın. Psixiatr dəli həkimi deyil, psixiatr sizin həkiminizdir. Depressiyanın, panik atakın, həyəcan təşviş pozuntusunun, doğumdan sonraki belə də psixoz olsun, mövsümi depressiya olsun, şizofreniya, autizm, diqqət əksizliyi, hiperaktiv pozuntu, yuxu pozuntuları, demensiyalar, Alzheimer xəstəlik, konversiyon pozuntu, tutmalarla bağlı olan digər pozuntular, ağrı pozuntusu, somatoform ağrılar, digər bu tipli adını sadalamadığım, hal-hazırda unutduğum bir sıra psixiatri pozuntuları müalicə edən xəstəlikləri müalicə edən həkimdir. Nədən gedir söhbət? Depressiya zamanı sizə tövsiyə olaraq nəyi deyərdim? Əsas məsələ bayaqdan da sual verirsiniz ki, doktor bizə nə məsləhət görər? 55-75 nömrəli abunəçinin yazdığını oxuyum, o da bir məsləhət istəyir. Mənim deyir, başım tez-tez ağrıyır, ancaq ürəyimdə çox çırpınır. Ürəyimdə bütün günü fikirləşib danışıram. Gün ərzində olan problemlərlə bağlı səhər yuxudan da oyanmaq istəmirəm. Doktor nə məsləhət görər? Bir iş görmək istəmirəm, bədənimdə çox yorğun və ağrılar var, çox yorğun, halsız oluram. Günah xanım, salamlayıram izləyicini. 55-75, bəli. Bayaq biz ki, danışdıq klinik olaraq. Əlamətlərini, demək olar hamısını sadaladı Bu izləyicimiz. izləyicidə klassik tipik depressiyanın əlamətlərini sadaladı. Bədənim ağrıyır, beynim daim fikirlidir, beynim yatmır. Yatıram, amma beynim oyaq qalır. Hər bir sol hissə başım daha çox ağrıyır. Bəli, başın sol, sağ hissələri, digər boyun nahiyədə ola bilər. Gicgah nahiyədə olan elə bax, onun timsalında hamıya nə məsləhət verə bilərik bu mövzu ilə bağlı? Tövsiyə olaraq Günah xanım, onu qeyd edim ki, depressiyanız varsa, təbii ki, bu beyin xəstəliyi olduğu üçün mütləq bir müdaxilə lazımdır. Amma ona qədər nə edə bilərik? Yanaşı olaraq nə edə bilərik? Yaxşı bu olar ki, təmiz havada gəzin, idmanla məşğul olun, zərərli vərdişlərdən, siqaretdən, narkotikdən, alkoqoldan uzaq olun. İstifadə etməyin. Çünki bunlar cavan orqanizmi çöktürür və məhvinə, ölümünə səbəb olur. Digər bir tərəfdən, yaxşı olar ki, sağlam qidalarla qidalanasınız. Vaxtında yatıb, vaxtında oyanasınız. Əgər bir şəxsin qidalanması pozulubsa, yuxusu pozulubsa, cinsəl funksiyaları yoxdursa, cinsəl həyatı yoxdursa, artıq bu 3 klinik əlamətlər insanın həyatı üçün vacib olan xüsusiyyətlərdir. Bunlar yoxdursa, artıq burada da bir depressiya girişim var. Digər bir tərəfdən, əgər belə deyək ki, depressiyadasınızsa, bunları edə-edə vəziyyətdən çıxa bilmirsinizsə, bir həkim psixiatrın qapısını döyməyiniz vacibdir.
Yəni Çünki- həyat tərzi dəyişikliyi də artıq yardılı Bəli. olmursa, demək ki, burada artıq bir mütəxəssis köməyi, dəstəyi Bəli. lazımdır. Yeri gəlmişkən doktorumuz bəzi xəstəliklərin adını çəkdi. Bax, depressiyadan, panik atakdan, həyəcan təşviş pozuntusundan, obsessiv kompulsiv pozuntu, saç yolma pozuntusu, dəri yolma pozuntusu, autistik spektr pozuntusu, diqqət əskiliyi və hiperaktiv pozuntu, tik pozuntusu, Turetta pozuntusu, əqli inkişaf pozuntu, şizoaffektiv pozuntu, travma sonrası stres pozuntusu, yuxu və oyanıqlıq pozuntusu, yemə pozuntuları, disosiativ konversiyon pozuntu, enurez, yəni qeyri-üzvü mənşəli enurezdən söhbət gedir, alkoqol və narkotik maddələrin istifadəsi fonunda psixi və davranış pozuntuları, kroniki ağrı sindromu, fibromialgiya, doğum sonraki depressiya və psixi pozuntuları, baş beynin üzvü xəstəlikləri, yəni insultdan, travmadan, ensefalit fonunda yaranan psixi pozuntularla da bağlı dəyərli həkim psixiatrımız Aytən Namazovaya müraciət eləyə bilərsiniz. Peşəkar, savadlı, öz sözünü artıq gənc olmasına baxmayaraq demiş bir bizim mütəxəssisimizdir, həkimimizdir və artıq uzun illərdir ki, özünü bu sahəyə həsr edib və pasientləri də onu çox sevir. Hal-hazırda o qədər təşəkkür mesajı var. Düzdür, mən daha çox sualları səsləndirirəm, çünki istəyirəm ki, sizə faydalı olaq. Doktorumuzla əlaqə nömrəsini qeyd edirəm. 050 377 54 22 099 377 54 22. Doktor, təşəkkür eləyirəm. Mən sizə təşəkkür edirəm Gülər xanım. Bugün bu fürsəti bizə yaratdığınız üçün, biz cəmiyyətimiz üçün maarifləndirici bir mövzu haqqında danışdığımız üçün mən sizə təşəkkür eləyirəm. Həm intellektual, həm savadlı biz fikir mübadiləsi apardıq. Minnətdaram sizə. Var olasınız sayənizdə. Bilirsiniz ki, sizinlə bu müzakirələri çox sevirəm və tamaşaçılarımız da hər zaman qeyd edir ki, çox diqqətlə, çox maraqla sizi izləyirik. Təşəkkür eləyirəm bir daha. Əziz tamaşaçılar, biz sizinlə sağollaşmırıq. ATV xəbərin günorta buraxılışını, yəni 14:00 buraxılışını izləyəcəksiniz. Dərhal sonra öz missiyamızı davam etdirəcəyik. Sağlam gün, ay olaraq sağlamlıq mövzularını daha asan dildə, daha əlçatan edirik sizin üçün.